səhnədə görmüşəm, görməmişəm. Mən anadan gəlmə oxumağa başlamışam da, demək olar ki 4 yaşımdan. Çünki mənim atam gözəl ariyalar, gözəl Neapolitan mahnıları, Azərbaycan romansları, Azərbaycan ariyaları, Rus ariyaları oxuyurdu. Atam arxitektor, tikinti işçisi idi, amma mən 4 yaşımdan böyümüşəm və ilk mahnımı da Ağabacı Rzayevanın Çoban Qara mahnısı olub oxumuşam 4 yaşımda. Amma eyni vaxtda mən məktəbdə 5 il oxumuşam, rəqsə getmişəm 4 il orta məktəbdə, 11 il güləşə getmişəm. Çox gözəl güləşçi olmuşam, həddindən artıq gözəli özdə. Yəni dedim, nəyi tutmuşamsa yüksək səviyyədə olub da. Mən seçim eləməmişim. Gözümü açandan evimizdə Robertino Lorettinin, Gillinin, Carlosonun, Claudio Villa'nın, Elvis Presley'nin, Deep Purple'ın, Beatles'ın plastinkaları olub. Qara plastinkalar vardı, yadınıza gəlirsə bir vaxtlar. İndi köhnə insanlar bunları bilir, evlərində hamısının var. Qoyurdun üstünə belə oxutdururdun. Onlarla böyümüşəm. Yəni mən seçim eləmək deyəndə düzdür, başqa institut oxumuşam öncə. Çünki atam icazə vermirdi. Atam mənim özü oxuyub, ASF-nin alıda oxuyub, nəsə tullamışdı. Burada bir artıq söhbət olmuşdu o vaxtı. Davaya düşmüşdü, musiqini atmışdı. Mənə deyirdi, getmə bu sənətə. Bu sənət yaxşı sənət deyil. Yəni insanları özlərini yaxşı aparmırdılar deyirdi. Başa düşsən, paxıldılar, yaxşı sənətə qiymət vermirlər. Qiymət vermirlər yox, daha doğrusu kimin sənəti var ona qarşı mübarizə aparırlar. Həqiqi sənəti olanlara qarşı həmişə mübarizə. Mən yenə deyirəm, mənim atamın 70 yaşı olanda inanın ki, necə deyim sizə, Plaç Federico oxuyurdu, Cavarados'u oxuyurdu, elə bil ki Nella solita storia del pastore il povero ragazzo volvora cantarla. Bilirsiniz necə oxuyurdu, belə 72 yaşı vardı, belə o vaxt oxuyurdu ki, belə adamın ağlı başından çıxırdı, rayon yerində, Qaxda böyümüşəm mən. Evimiz Qaxda olub, atam Qaxda yaşayıb sonra. ASF-nin alıda Milovanovun sinifində oxuyub, çıxıb gedib atıb, dava eləyib. Belə də, yəni mən uşaqlıqdan oxumuşam, sonra 2 il Kiyevdə əskərə gedən kimi elə tutdular məni, belə öz-özümə oxuyan yerdə çatmışdım. Aparıb elədilər Krasnoznamenный Kiyevski Voyenniy Okrugun Duxovay Orkestrinin solisti, yəni nəfəs alətləri orkestrinin solisti elədilər. 2 il həm də Gümüş Qanadlar ansambli var idi, aviasiyada sılışdı eləmişəm, orada olmuşam. Sonra 4 il getdim instituta girdim, Sovet Ticareti İnstitutunun Targovo-Ekonomiki fakültəsinə, onu oxuya 17-ci günü məni tutub aparıb filarmoniya solist elədilər. Parkda oxuduğum eşidib. 4 il elə oxudum, sonra da girdim Moskva Dövlət Konservatoriyasında, Çaykovski adına konservatoriyanın vokal kafedrasına, Zurab Satkilavanın sinifinə. Amma məni rəhmətlik Zakir bağırıb bir 8 ay sonra zorla diləndi Mədəniyyət Naziri ki, vətənə gəlməni pervod elətdirdi. Yəni oradan məni gətirdi bura, Azərbaycana gətirdi. Dəyişdirdi, gətirdi bura. Mən Moskvada axıra qədər oxuya bilmədim. Dəyişdi, gətirdi. Belə də mənim həyatım oxumağa bağlanıb. 2 il əskərlik, 4 il Varnoj Dövlət Filarmoniyası, təhsilsiz Estrada Simfonik Orkestrinin solisti olmuşam. Biləsiniz. Yəni burada seçim yox idi. Artıq özümdən asılı olmayaraq belə olub. Mənim tələbələrim çoxdur, həddindən artıq. Osman var, Osman bəy Özbəkistanda, əməkdar artisti. Tələbəm var Leningradda, Zaslujennaya artistka Rasiyi, yəni oranın əməkdar artistidir. Burada Samir Piriyev, Sevda Yahyayeva, Aysel Əlizadə, Yaşar Cəlilov, Ceyhun Bakinski, Ofeliya Şabanova, Vəfa Şərifova, Nazə Veysəlova, Əli Türkoğlu, yəni o qədər çoxdular ki, saymaqla qutarmaq olmaz. Hamısı bir-birindən məndən ötəri dəyərlidirlər. Biləsiniz. Mən səhnədə olmasaydım, mən Sovet Ticareti İnstitutunun Targovo-Ekonomiki fakültəsini bitirmişəm, amma yəqin ki, ya güləşlə yenə məşğul olardım, ya da mən filarmoniyanın solisti ola artıq Strela Voronejdə futbol oynamışam. Sağkənar hücumçusu, onu da biləsiniz. Mən 11 saniyəyə 100 metr qaçırdım. O qədər cəld və sürətli olmuşam. Yəni bir iş tapacaqdım özümdən. Acımdan ölməzdim hər halda, fikirləşirəm.
Mən həmişə öz yerimi çox yaxşı bilmişəm. Yəni elə cavanlığımda mən həqiqi musiqi ilə məşğul olmuşam, opera tamaşaları oxumuşam, müsabiqələr udmuşam və asılı olmayaraq ki, bu xalq artistidir, heç kəsi təhqir eləmək istəmirəm, amma heç kəs mənlə qabaq-qabağa oturub nə musiqidən mübahisə eləmək istəməz, nə də mənim oxuduqları oxumaq istəməz. Çünki mən ariya oxuyuram, caz oxuyuram, rock oxuyuram, pop oxuyuram, Rus xalq mahnıları oxuyuram, Neapolitan mahnıları oxuyuram və Azərbaycan xalq mahnıları oxuyuram. Düzdür, Azərbaycan xalq mahnılarını mən muğam oxuyanlar kimi oxumuram, amma tamam başqa cür oxuyuram. Bağçaları barı gül, biri gönçə, biri gül. Gece açtın tez soludun sen, olmayayım barı gül. Bilirsən, mən özüm kimi oxuyuram hamısını. Bu da xalq mahnısıdır. Amma mən indi sənə ikinci dəfə də oxuyuram burada. Mən aparat yox burada. Heç nə düzəlmir, exa yox, heç bir şey, musiqi yox. Bilirsiniz necə? Prosta təkcə özüm oxuyuram. Akapella deyirlər buna, bildiniz? Nə demək istəyirəm? Belə oxuyuram. İndi bu kimə xoş olar, kimə xoş olmaz bilmirəm. Amma heç kəs, yenə deyirəm, mənlə çıxıb orada heç bir xalq artisti mənlə çıxıb nə mübahisə eləmək istəmir Azərbaycanda. Nə mənlə qarşı-qarşıya durub nəsə oxumaq istəmir. Çünki mənim oxuduğum şeylər, əgər mən caz oxuyuramsa caz kimi oxuyuram, rock oxuyuramsa rock kimi. Rockun elə əsasını qoyanlardan birisi mənim Azərbaycanda. 77-ci ildə caz rock stilində Neyləyim mahnısı Tofiq Babayevin oynan. O vaxt Azərbaycanda heç kəs rock oxuyan, başqa millətdən olan başqa kimlərsə var idi, bəzi xırda rock qruplar bəlkə. Amma elə bir adam yox idi. Yəni popu da, rocku da, Neapolitan mahnısı da, Rus xalq mahnısı da, bildiniz nə demək istəyirəm? Gəlsinlər, istəyən var, çıxsın efirə yanıma, gəlsin, efirdən neçə dəfə demişəm. Bilirsiniz, mənim bir mahnım var, məsələn, Köhnə Həyət. Mən ona 2 dəfə klip çəkmişəm. Mən burada Zavaqzalində yaşamışam, Köhnə Dvorda yaşamışam. Ona bir dəfə klip çəkdim, üstündən 15 il keçdi, bir də çəkdim. Elə bil ki, Stary Dvor Köhnə Həyət deyə gəldiyim həyətə klip, elə bilin ki, bir 30 yaşında çəkmişəm, bir də 50 yaşında. Yenidən qayıdıb gəlirəm, uşaqların oynamağı, zadı, belə şeylər var. Peşman olmuşam, 1-2 dəfə klip çəkmişəm. Amma filmdə bir mahnı var, onu istəyirəm, amma demək istəmirəm. Onu istəyirəm bir də oxuyam, daha yeni formada. Amma elə oxuduğum, təkrar oxuduğum mahnılar var. Təzədəndən gördüyüm kimi onu dəyişmişəm, biləsiniz. Bildiniz nə demək istəyirəm? Peşman olmuşamın bəstəkarı da özüməm. Köhnə Həyatın bəstəkarı Tofiq Babayevdir. Başqa yerə köçüb getdik, bir-birimizdən uzağıq. Hara getdin, niyə getdin? Eyib səndən, ey uşaqlıq. Belə bir şeydir. Yadıma düşür, heç bilsən necə o köhnə həyətimiz, hər gecə. Belə bir şeydir, çox ləzzətli bir mahnıdır. Çəkmişəm, təkrar oxuyuram bəzən yadıma düşür mahnıları.